Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qarabağın baş məşqçisi Qurban Qurbanov bu şəhərdənin konsertində onunla bağlı hazırlanmış səhnəciyə reaksiya verib. Xəbər verilir ki, bu barədə o Premyer Liqanın 12-ci turunda səfərdə Sumqayıt 4-2 hesab ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında danışıb. Kimisə işinə qarışmaq istəmirəm. Mən belə şeylərə çox da baxmıram. Onlara uğurlar arzu edirəm deyə Qurban Qurbanov bildirib. Qeyd edək ki, əməkdar artistlər Rafael İskəndərov və Coşqun Rəhimovun noyabrın 15-də Heydər Əliyev sarayında təqdim etdikləri proqramda yer alan həmin epizod sosial şəbəkələrdə geniş reaksiyalara səbəb olub. Tamaşaçılar arasında səhnəyə münasibət birmənalı olmayıb. Bir qism onu adi satira kimi dəyərləndirib, digər tərəf isə məşqçi obrazının bu formada təqdim edilməsinin nə dərəcədə məqsədə uyğun olduğunu müzakirə edib.